Bir xəbərdarlığı diqqətinizə çatdıracağıq. Belə ki, bəzi üsullarla WhatsApplara giriş mümkün olur. Yəni WhatsAppımız bir növ ələ keçirilir. Odur ki, bu xəbərdarlığı diqqətə alın. 29 oktyabr tarixidir və qeyd eləyək ki, son dövrlərdə WhatsApp istifadəçilərinə qarşı xüsusi bir icazəsiz giriş cəhdlərinin sayında artım müşahidə olunur və bununla bağlı elektron təhlükəsizlik xidməti məlumat verir ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən məhz göndərilən şübhəli linklər vasitəsilə istifadəçilərin hesablarına girməyə müvəffəq olurlar. Bu üsullarla vətəndaşlardan SMS vasitəsilə göndərilən təsdiqlənmə kodları ələ keçirilir və kodlar paylaşıldığı halda istifadəçilərin hesabları oğurlanır və onların adından da yaxınlarına qarşı saxta mesajlar göndərilir və nəticədə şəxslərin maliyyə, vəsaiti və şəxsi məlumatları da ələ keçirilmə riski ilə üz-üzə qalır. Qeyd eləyək ki, elektron təhlükəsizlik xidməti vətəndaşları bu hallara qarşı diqqətli olmağa çağırır və hesabların qorunması üçün bir sıra təhlükəsizlik tədbirlərini tövsiyə edirlər. Belə ki, tanımadığınız nömrələrdən gələn linkləri açmamaq, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək, hər hansı bir təsdiqlənmə kodlarını heç kimsə ilə bölüşməmək, 2 mərhələli təsdiqlənməni aktivləşdirmək və şübhəli hallarda tətbiqin dəstək xidmətinə müraciət eləmək və profil məlumatlarını yalnız kontaktda görünəcək şəkildə məhdudlaşdırmaq, eləcə də yaxınları, xüsusilə də yaşlı şəxsləri belə dələduzlardan xəbərdar etmək xüsusilə tövsiyə olunur.